Şuşa ili çərçivəsində paytaxtın 83 nömrəli məktəb liseyində 2-ci Qarabağ müharibəsi aprel döyüşləri ilə bağlı ədəbi bədii kompozisiya təşkil olunub. Şagirdlər tərəfindən 2016-2020-ci illərin döyüşlərini əks etdirən tamaşaların təqdim edilməsinin əsas məqsədi gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızı tanıtmaqdır. Tədbirdə məktəbin məzun şəhidlərinin xatirəsi yad edilib. Rövşən şəhadətindən sonra 3 medalla təltif olunub vətən uğrunda Suqovuşanın azadlığına görə və Cəsur döyüşçü medalı ilə təltif olunub. Rövşən bu məktəbin məzunudur. Rövşən şəhid olandan bəri bu məktəbin qayğısı, bu məktəbin diqqəti mənlə, bizimlədir, bizim ailə iləndir. Bu saata bu qədər hörmətli tamaşaçılar. Efirimizi bir qədər sonra çıxışa doğru talk-showsu davam etdirəcək. Bu dəfə verilişin mövzusu son dövrlər aktual olan şəhid ailələri və qazilərin adından sui-istifadə halları ilə bağlıdır. Odur ki, izləməyə dəyər. Sağ olun, salamat qalın.